Hallo, herzlich willkommen. In diesem Video werden wir uns mit den A2-Themen der deutschen Grammatik und wichtigen Alltagsthemen beschäftigen. Also, lasst uns gleich anfangen. Herkese salam, kanalımıza hoş gelmişsiniz. Bu videoda A2 Almanca seviyesinde gramatika mövzuları ve gündelik hayatta istifade olunan vacip mövzulara baxacağıq. Hazırsınız? İleysə başlayaq. A2 səviyyəsində qrammatikada əsas mövzular arasında müxtəlif feillərin istifadə qaydaları, zamanlar və cümlə quruluşları vardır. A2 səviyyəsi üzrə biz bu mövzuları daha dərindən araşdırıb sizləri düzgün şəkildə məlumatlandıracağıq. A2 qrammatikasına nələr daxildir? Onları nəzərdən keçirək. İlk öncə presens, yəni indiki zamanı öyrənəcəyik. Presens, indiki zamanda baş verən hərəkətləri və vəziyyətləri ifadə etmək üçün istifadə olunur. Misal olaraq, Ich lerne Deutsch. Mən Alman dili öyrənirəm. İkincisi, perfect, yəni keçmiş zaman mövzusudur. Keçmişdə baş verən hadisələri ifadə edir. Haben və sein köməkçi feilləri ilə düzəlir. Misal olaraq, Ich habe gelernt. Mən öyrəndim. Ich bin nach Hause gegangen. Mən evə getdim. Üçüncü isə präteritumdur. Yəni keçmiş zamanı ifadə etmək üçün istifadə olunur. Xüsusilə yazılı dildə, kitablarda, xəbərlərdə, nağıllarda işlədilir. Əsasən sein, haben, werden kimi köməkçi feillərlə danışıqda da işlənir. Misal olaraq, Ich war müde. Mən yorğun idim. Er hatte ein Auto. Onun maşını var idi. Präteritum sadə keçmiş zaman deməkdir və perfect kimi keçmiş hadisələri bildirir. Amma daha çox rəsmi və yazılı formada işlədilir. Davam edək. Sırada nominativ, akuzativ və dativ mövzularının təkrarı olacaq. Qısaca təkrar edək. Nominativ cümlədə kim nə sualına cavab verir? Misal olaraq, Der Mann liest ein Buch. Kişi kitab oxuyur. Akuzativ cümlədə kimi, nəyi suallarına cavab verir. Nümunə olaraq, Ich sehe den Mann. Mən kişini görürəm. Dativ isə cümlədə kimə, nəyə suallarına cavab verir. Misal olaraq, Ich gebe dem Mann ein Buch. Mən kişiyə kitab verirəm. Növbəti mövzumuz Verben mit Akuzativ, dativ. Yəni akuzativ, dativ qəbul edən feillər olacaq. Akuzativ qəbul edən ən çox işlənənləri sizinlə paylaşacağam. Bunlar haben, var olmaq, sahib olmaq. Sehen, görmək. Hören, eşitmək. Lesen, oxumaq. Kaufen, satın almaq. Trinken, içmək. Essen, yemək. Mögen, xoşlamaq. Nehmen, götürmək. Machen, etmək. İndi isə dativ qəbul edən fiillərin bir neçəsinə baxaq. Bunlar helfen, kömək etmək. Danken, təşəkkür etmək. Gehören, məxsus olmaq. Gratulieren, təbrik etmək. Antworten, cavab vermək. Schmecken, dadmaq, dadı olmaq. Folgen, ardınca getmək, izləmək. Vertrauen, etibar etmək. Passen, uyğun olmaq, yaraşmaq. Fehlen, darıxmaq, əskik olmaq. Növbəti A2 mövzumuz refleksive verben, yəni qayıdış feilləri olacaq. Refleksive verben o feillərdir ki, işi icra edən və işə məruz qalan eyni şəxs olur.
Ən çox bilinən qayıdış feilləri bunlardır. Sich waschen, yuyunmaq. Sich freuen, sevinmək. Sich anziehen, giyinmək. Sich setzen, oturmaq. Sich beeilen, tələsmək. Növbəti mövzumuz Wechselpropositionen mit Dativ und Akkusativ olacaq. Propositionen dəyişkən ədatlardır. Bunlar həm dativ, həm də akkusativ ilə istifadə olunan yer ədatlarıdır. Hansı halın istifadə ediləcəyi yer dəyişməsinə görə fərqlənir. Dativ normalda sabit vəziyyəti bildirir, yəni hərəkət yoxdur. Misal olaraq, Ich bin im Park. Mən parkdayam. Akkusativdə isə hərəkət vardır. Ich gehe in den Park. Mən parka gedirəm. Dəyişkən ədadlar bunlardır. Auf, an, in, über, unter, neben, hinter, zwischen vs. Bir sonraki mövzumuz komparativ, yəni müqayisə dərəcəsidir. Komparativ, iki şeyin müqayisəsi zamanı istifadə olunan bir qrammatik formadır. Bu, bir şeyin digərindən daha çox və ya daha az olduğunu göstərir. Qaydası isə sifətin sonuna sonluğu əlavə etməklə düzəlir. Misal olaraq, schnell, sürətli, schneller, daha sürətli. Groß, böyük, größer, daha böyük deməkdir. Daha sonra superlativ, üstünlük dərəcəsini öyrənəcəyik. Superlativ bir şeyin ən yüksək səviyyədə olduğunu göstərir. Qaydası isə sifətin əvvəlinə an sözü, sifətin sonuna isə sten, bəzi hallarda isə ten sonluğu əlavə etməklə düzəlir. Misal olaraq, schnell, sürətli, am schnellsten, ən sürətli. Groß, böyük, am größten, ən böyük deməkdir. Növbəti mövzumuz Hauptsätze verbinden olacaq. Yəni sadə və əsas cümlələri birləşdirmək. İki sadə cümləni bağlayıcı sözlər ilə birləşdiririk. Əsas bağlayıcılar bunlardır. Und, aber, und və aber bağlayıcılarından A1 videomuzda bəhs etmişik. O da və ya yoxsa deməkdir. Den, çünki. Bu bağlayıcılardan sonra mübtəda, ikinci yerdə isə hər zaman feili gəlir. Sıradakı isə Nebensätze, yəni yan cümlələrdir. Nebensätze əsas cümləyə bağlı olan cümlələrdir. Bağlayıcı sözlərlə başlayır və feil cümlənin sonunda gəlir. Bu bağlayıcılardan bir neçəsinə baxaq. Weil, das, wen vs. Daha sonra pozisyon adverbien, yer bildirən zərflər gəlir. Pozisyon adverbien bir şeyin harada olduğunu göstərir. Əsas yer bildirən zərflərə baxaq. Da, burada. Dort, orada. Oben, yuxarıda. Unten, aşağıda. Vorne, öndə. Hinten, arkada. Növbəti mövzumuz Partikel, yəni köməkçi sözlərdir. Partikel cümləyə emosiya və ya əlavə məna verir. Ancaq tək başına işlədilmir. Partikellərdən bir neçəsinə baxaq. Doch, axı, bəs, ya, axı, əlbəttə, mal, bir dəfə vs. Bir sonraki mövzumuz konjunktiv svay olacaq. Konjunktiv svay ilə ince şəkildə təklif, xahiş və arzu bildirmək mümkündür. Əsas formaları bunlardır. Würde plus infinitiv, hätte, wäre, könnte. Lassen feilini də öyrənəcəyik. Lassen feilinin əsasən mənaları bunlardır. Kimsəyə bir işi gördürmək, icazə vermək, əmr etmək, məsləhət vermək vs. Qaydası isə belədir. Lassen,
plus akuzativ obyekt plus məstər formasında feil. Misal olaraq, ich lasse meine Haare schneiden. Mən saçımı kəstirirəm. Sonda isə Futur 1, gələcək zaman forması gəlir. Futur 1 ilə gələcəkdə olacaq işləri və planları bildiririk. Qaydası isə belədir. Werden köməkçi feili, cümlənin sonunda isə məstər formasında olan əsas feil gəlir. Nümunə olaraq, ich werde morgen arbeiten. Mən sabah işləyəcəm. Beləliklə, A2 qrammatikasını əhatə edən mövzulara qısaca nəzər saldıq. Növbəti dərsimizdən etibarən A2 dərslərimizə başlayacağıq. Buraya qədər məni dinləyən hər kəsə çox təşəkkür edirəm. Tezliklə görüşmək ümidi ilə. Tschüss, bis bald.